Salam dostlar, Dövlət İmtahan Mərkəzinin 4-cü qruplar üçün nəşr etdiyi 20 sınaqdan ibarət toplunun birinci test sınağının suallarına baxaq. Birinci sualda deyilir ki, düzxətli bərabər yavaşlayan hərəkət edən cisim 120 metr yol gedərək dayandı. Deməli, bunun tormuz yolu L tormuz bərabərdir 120 metrdir. Və sərf olunan zamanın ikinci yarısında gedilən yolu tapmaq bizdən tələb olunur. Gəlin onda L1 ilə işarə edək. L1 bərabərdir sual. Deməli, tormuz yolunun düsturunu yazaq. L tormuz bərabərdir V0 kvadratı bölünsün 2A şəklində olmalıdır. Bəs tormuz müddəti nə cür hesablanır? Onu da T ilə işarə eləyək. T bərabərdir V0 bölək A şəklindədir. İndi bizə deyir ki, sərf olunan zamanın birinci yarısında. Onda T1 bərabərdir T bölək 2 yazarıq. Buradan da V0 bölək 2 almış olarıq. Onda bu müddət ərzində gəlin birinci yarıda, yəni birinci yarısında gedilən yolu hesablayaq. Çünki birinci yarısında gedilən yolu tapdıqdan sonra ikinci yarıda gedilən yolu tapmaq üçün ümumi məsafədən zamanın birinci yarısında gedilən yolu çıxmaq bəs edər. Onda L1 bərabərdir V0 vurulsun T1, çıxaq A bölünsün 2 vuraq T1-in kvadratı. Beləliklə L1 bərabərdir V0 vuraq, T1-in yerinə yazırıq V0 bölək 2A, çıxaq A bölünsün 2 vuraq, V0 bölək 2A-nın mötərizüstü kvadratı. Beləliklə, L1 bərabərdir V0 kvadratı bölü 2A, çıxaq A bölünsün 2 vuraq, V0 kvadratı bölək 4A-nın kvadratı. İkinci kəsirdə A ilə məxrəcdəki A kvadratının bir ixtisar gedir. Onda L1 bərabərdir V0 kvadratı bölək 2A, çıxaq V0 kvadratı bölək 8A. Buradan ortaq məxrəc eləsək, ortaq məxrəc 8A-dır. 8A-nı 2A-ya böldükdə 4, V0 kvadratına vurduqda isə 4V0 kvadratı. Çıxaq V0 kvadratı, beləliklə alarıq. 3V0 kvadratı böl 8A. Burada isə gəlin belə bir əməliyyat aparaq. Qabağa 4-də 3-ü çıxarsaq, onda yerdə nə qalır? V0 kvadratı böl 2A. Beləliklə L1 bərabərdir 4-də 3 vuraq, L tormuz olar. Yəni dayanma məsafəsinin 4-də 3 hissəsi. Onda belə çıxır ki, L2 də bərabərdir 4-də 1 L tormuz olar. İndi tormuz məsafəsi 120 metrdirsə də L2 üçün biz 4-də 1 vuraq 120 metr bərabərdir 30 metr almış olarıq. Bu da bizim məsələmizin qanuni isbatla həll yolu. İndi gəlin ikinci suala baxaq. İkinci sualda deyilir ki, avtomobilin speedometrinin göstərişinə əsasən onun sürətini müəyyən edin. Biz baxırıq ki, əqrəb 80-dən sonra gələn xəttin üzərində yerləşir. İndi biz bir xəttin, bir bölgünün qiymətini tapmalıyıq. Onun üçün nə edirik? Gəlin baxaq. Baxın, 80 ilə 100-ün arası 1, 2, 3, 4, 5 dənə bərabər bölgü ilə bölünür. Onda bir bölgünün qiymətini tapdıqda 100-dən 80 çıxıb həmin 5 bölgüyə bölərik. Beləliklə alırıq 20 böl 5, o da edir 4. Deməli, bir bölgünün qiyməti 4 km bölək saatdır. İndi əqrəb 80-dən sonra birinci bölgünün üzərində olduğu üçün deməli speedometrin göstərişi 80 üstə gələk 4, yəni 84 km bölünsün saat olmalı idi. Amma biz bilirik ki, bizim ölçüdə müəyyən qədər ölçmələrdə xətaya yol verməliyik. Çünki dəqiq şəkildə ölçmələr mümkün deyil. Xətanı hesabladıqda isə xəta bir bölgünün qiymətinin yarısı qədər ola bilər. Ya yarısı qədər artıq, ya da yarısı qədər əskik. Beləliklə, bizim speedometrin göstərişi 84 üstə gələk çıxaq 2 km bölünsün saat qədər olar. Yəni, doğru cavab A bəndi edər. İndi gəlin, üçüncü suala baxaq. Üçüncü sualda deyilir ki, cisim düz xətt üzrə A nöqtəsindən B-yə, sonra isə çevrə qövsü üzrə hərəkət edərək C nöqtəsinə gəlib. Bütün yola 10 saniyə vaxt sərf edibsə, cismin yola V1 və yer dəyişməyə V2 görə orta sürətlərini hesablayın. Birinci, yəni yola görə orta sürəti hesablayaq. AC yolunu nə cür taparıq? AC yolunu tapmaq üçün, baxaq, deyək ki, AC yolu bizdə AB yolu ilə, AB trayektoriyası ilə BC trayektoriyalarının uzunluqlarının cəm olmalıdır. AB yolunun uzunluğu, trayektoriyasının uzunluğu 20 metrdir. Bəs BC trayektoriyasının uzunluğunu nə cür tapa bilərik? Baxırıq ki, bu çevrədən bir hissədir. Yəni 90 dərəcəlik ayrılmış bir dilimdir. Biz bilirik ki, çevrənin ümumi uzunluğu 2 pi r şəklində hesablanır. Onda bu BC qövsünün, belə deyək, əyrisinin uzunluğu 4-də 1 vurulsun 2 pi r qədər olar. Yəni çevrənin uzunluğunun 4-də 1 hissəsi qədər.
Beləliklə LBS bərabərdir. 4'te 1 vuraq, 2 vuraq, P'nin qiyməti 3, R'in isə qiyməti 60 metrdir. Beləliklə LBS bərabərdir. Baxın, deməli 2 dəfə 3 6, 6 dəfə 60 360, 4'ə isə böldükdə 90 metr alarıq. Beləliklə AC məsafəsi 20 metr ilə 90 metrin cəminə bərabərdir ki, buradan da biz 110 metr almış olarıq. İndi bizdən növbəti mərhələdə yola görə orta sürəti tapmaq tələb olunurdu. Onda yola görə orta sürət tapmaq üçün ümumi məsafəni 110 metr gedilən yolu 10 saniyə bölərik və sürət üçün 11 metr bölünmüş saniyə alarıq. İndi isə gəlin biz yer dəyişməyə görə orta sürət tapaq. Yer dəyişməyə görə dedikdə birinci yer dəyişmənin tərifini yada salmaq lazımdır. Yer dəyişmə nə idi? Cismin başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasına yer dəyişmə deyilir. Gəlin şəklin üzərində qeyd edək. A-dan C-yə çəksək, axı bu bizim olur yer dəyişməmiz. Baxırıq ki, biz burada bir düzbucaqlı üçbucaq alırıq. BO çevrənin radiusu olduğuna görə 60 metrdir. AB məsafəsi də 20 metrdir. Beləliklə AO məsafəsi bizdə 80 metr edər. CO məsafəsi isə 60 metrdir. Beləliklə biz düzbucaqlı üçbucaq alırıq və S yer dəyişməsi artıq asanlıqla tapılar. 60 3'ün 20 mislidir. 80 4'ün 20 mislidir. Gəlin yazaq. 4 vuraq 20 metr. 60 isə deməli 3 vuraq 20 metr olarsa, baxırıq burada Pifagor üçbucağı alınır. 3, 4, hipotenuzunda 5 olmalıdır. Deməli 5'in 20 misli. Deməli onda S məsafə yer dəyişməsinin modulu olar bizdə 100 metr. Beləliklə yer dəyişməyə görə orta sürət tapdıqda V2 bərabərdir S bölünsün T yazarıq. V2 də bərabərdir 100 metr bölünsün 10 saniyə və beləliklə V2 bərabərdir 10 metr bölünsün saniyə almış olarıq. Doğru cavab A bəndi olar. Dördüncü suala baxaq. Dördüncü sualda deyilir ki, şəkildə düzxətli bərabər sürətli hərəkət edən cisimlərin T bərabərdir 0 anındakı vəziyyətləri göstərilmişdir. Baxırıq ki, bu halda birinci cisim koordinat başlanğıcında, ikinci cisim isə koordinat başlanğıcından sağda 90 metr məsafədə yerləşir. İkinci cisim birinciyə çatana kimi birinci cisim nə qədər yol gedir? Deməli, əgər iki cismin ikisi də düzxətli bərabər sürətli hərəkət edirsə, onda ikinci cisim birinci cismə çatmalıdır. Ona görə çatmalıdır ki, ikinci cismin sürəti birinci cismin sürətindən çoxdur. Nə qədər çoxdur? Biz delta V sürət dəyişməsini tapsaq, V2-dən V1-i çıxarıq. Beləliklə delta V üçün biz 25-dən 15 çıxanda 10 metr bölək saniyə alarıq. Bu deməkdir ki, ikinci cisim birinci cisimə hər saniyə 10 metr yaxınlaşır. Onda belə tapa bilərik ki, aralarındakı məsafə 90 metrdirsə də, onda T bərabərdir 90 metri biz bölərik 10 metr bölünsün saniyə və beləliklə biz T'yə 9 saniyə almış olarıq. Deməli, 9 saniyədən sonra ikinci cisim birinci cisimə çatar. Və sualda bizdən nə soruşulur? Deyilir ki, ikinci cisim birinciyə çatana kimi birinci cisim nə qədər yol gedir? Onda birinci cismin getdiyi yol L1 bərabərdir, V1 vurulsun T olar. Beləliklə L1 bərabərdir 15 metr bölək saniyə vurulsun 9 saniyə. Saniyələr ixtisar getsə 15 dəfə 9 bizə 135 metr verir. Deməli, birinci cisim 135 metr məsafə qət edər. 5-ci suala gəlin baxaq. 5-ci sualda deyilir ki, başlanğıc anda eyni nöqtədə olan, yəni bunların başlanğıc koordinatları eynidir. Yazaq x01 bərabərdir x02, o da bərabərdir sadəlik üçün 0 olsun. Cisimlərin olan deyil 1 və 2 cisimlərinin sürət zaman qrafikləri verilmişdir. Baxırıq, qrafik bu şəkildədir. Cisimlərin sürətinin bərabər olduğu anda onlar arasındakı məsafəni hesablayın. Cisimlərin diqqətlə baxsaq qrafikə görərik ki, sürətlərinin bərabər olduğu nöqtədə onların qrafikləri kəsişir. Yəni bu 6-cı saniyəyə uyğundur. Cisimlər arasındakı məsafəni tapmaq istəsək, biz bilirik ki, sürətin proyeksiyasının zamandan asılılıq qrafikində cismin getdiyi yer dəyişməni tapmaq üçün biz düz xəttin altında qalan fiqurun sayəsini tapmalıyıq. Bəs əgər iki cisim arasındakı məsafəni tapmaq istəsək nə etməliyik? Onda biz 2 dənə cismin qrafikinə uyğun gələn düz xəttlərin arasında qalan fiqurun sahəsini tapmalıyıq. Yəni, baxın, şəkildə gördüyümüz bu hissənin sahəsini tapmaq bizdən tələb olunur. Baxsaz deyirsiniz ki, bu qrafik heç bir həndəsi fiqura oxşamır. Yəni, sizin bildiyinizdən. Amma siz bu
fiqurun sahəsini müəyyən hissələrə bölməklə həndəsədən sizin bildiyiniz o fiqurlara gətirib çıxara bilərsiniz. Məsələn, mən 15 saniyəlik hissədən belə bir düz xətt çəksəm, onda bu fiquru iki hissəyə ayırmış olaram. Birincisi üstdə qalan trapesiyadır. Gəlin onu qırmızı ilə işarə eləyək. Altda qalan bu hissə isə yaşılla işarə etdiyim hissə isə üçbucaqdır. Deməli biz trapesiya və üçbucağın sahələrini toplasaq, onda cisimlər arasındakı məsafəni tapmış olarıq. Gəlin onda yazaq. S trapesiya bərabərdir S1x, belə deyək də, bərabərdir. Gəlin onda sahəsi nə cür tapılır? Üst oturacaq baxın 4-dür, alt oturacaq isə 6-dır. Onda yazırıq 4 üstə gələk 6 bölək 2 vuraq. Hündürlüyü isə 30-dan 15-ə qədər olan hissədir. Yəni 15-dir. Beləliklə 4 üstə 6 gəlib 2-yə bölsək, deməli 5 alarıq. 5 dəfə də 15 bizə 75 metr verək. Onda S üçbucağı tapası olsaq, altdakı fiqurun sayəsini tapırıq. Yəni bu düzbucaqlı üçbucağın sayəsini tapırıq. Katetlərdən biri 15-dir, digəri isə 6-dır. Deməli, o da S2x bərabərdir. 15 vuraq 6 bölək 2. Buradan da biz alarıq 45 metr. Beləliklə, iki cisim arasındakı ümumi məsafə 75-dən 45-in cəmi, yəni 120 metr verər. Doğru cavab C bəndi olar. 6-cı suala baxaq. 6-cı sualda deyilir ki, OX oxu boyunca hərəkət edən cisimlər üçün Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Biz dərhal nə edirik? Biz dərhal yazaq birinci, ikinci və üçüncü. Diqqət yetirməliyik ki, 3 ortaq olandır. Yəni hər ikisi üçün ortaq olan xüsusiyyət olmalıdır. Birinci, sürətin zamandan asılılıq qrafikinə baxırıq. Baxırıq ki, sürət zamandan düz mütənasib olaraq artır. Bu demək ki, cismin başlanğıc sürəti 0-a bərabərdir. Düz xətt zaman oxundan uzaqlaşır. Yəni cisim x oxu boyunca sükunət vəziyyətindən başlayaraq bərabər yeniləşən hərəkət edir. Onda doğru cavabımız olar 2 bərabər yeniləşən hərəkət edir. Birinci bəndə deməli uyğundur gəlir 2 və sükunət halından hərəkətə başlayır 4. İndi ikinci qrafikə baxırıq. Sx-in T-dən asılılığı bu şəkildə verilir. Baxırıq ki, düz mütənasib asılılıqdır. Bu deməli, əgər yer dəyişməyən proyeksiyası zamandan düz mütənasib şəkildə asılı olarsa, deməli, düzxətli bərabər sürətli hərəkətdir. Bu halda cismin təcili 0-a bərabərdir. İkinciyə getdi 1 və koordinatı zamandan xətti asılıdır. Bu da getdi 3. Üçüncü qrafik ortaya olan hissəyə isə baxaq. X oxu istiqamətində hərəkət edir. Bəli, hər iki qrafik deməli 0-ın üst hissəsində, müsbət hissədə olduğuna görə deyirik cisim x oxu boyunca hərəkət etmişdir. Və 5 də hər ikisinə gedir. Beləliklə doğru cavab olar A bəndi. Birinciyə 2, 4, ikinciyə 1, 3, üçüncüyə isə 5. 7-ci suala baxaq. 7-ci sualda deyilir ki, verilmiş hansı ifadələr doğrudur? Verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə dövr edən maddi nöqtənin xətti sürəti. Əgər verilmiş radiuslu deyirsə də, deməli radiusu sabit olmalıdır. Biz gəlin yazaq R bərabərdir konstant. Xətti sürəti soruşur. Xətti sürəti V bərabərdir. Omega vuraq R. Burada indi baxaq nə deyir? Birincidə deyir dönmə bucağı ilə tərs mütənasib asılıdır. Omeganın yerinə də fi bölünsün T yazsaq, vuraq R-ə. Baxırıq ki, V fi ilə düz mütənasib asılıdır. Yəni birinci ifadə yanlışdır. 1 A bəndindən gedir, A bəndi ola bilməz. Dövrətmə periodu ilə isə tərs mütənasibdir. V bərabərdir 2pi R bölünsün böyük T. Baxırıq ki, V T ilə həqiqətən də tərs mütənasibdir. Əgər dövrətmə periodu ilə tərs mütənasibdirsə də biz bilirik ki, period və tezlik qarşılıqlı tərs kəmiyyətlərdir. Onda sürət dövrətmə tezliyi ilə düz mütənasib olmalıdır. Amma üçüncüdə isə deyir dövrətmə tezliyindən asılı deyil. Yəni 3 də yanlışdır. Onda C bəndi də ola bilməz. Qalır yalnız 2 və yaxud 2 və 4. Yəni E bəndi. Baxaq, 4-cü şərtdə deyir ki, bucaq sürəti ilə düz mütənasibdir. Bəli, birinci yazdığımız düstura baxaq. V bərabərdir omega vuraq R. R sabit olarsa V omega ilə düz mütənasib asılıdır. Ona görə doğru cavab E bəndi olar. İndi isə 8-ci suala gəlin baxaq. 8-ci sualda deyilir ki, radiusu 80 sm olan, dərhal yazırıq. R bərabərdir 80 sm. Beynəlxalq sistemdə məsafə vahidi metr olduğu üçün 0.8 metr yazılır. Çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtə A nöqtəsindən B nöqtəsinə 0.5 saniyə çatır. Baxırıq ki, 45 dərəcəlik dönmə bucağı var. Deyirik ki, əgər 45 dərəcəlik dönmə bucağı 0.5 saniyə olarsa, onda
360 dərəcə dönəsi olsa, yəni A nöqtəsindən başlayıb A nöqtəsinə gəlib çıxsa, onda neçə tam dövr edər? 1 tam dövr edər. Deməli 360 dərəcəlik dönmə bucağına uyğun zaman isə dövr etmə periyodudur. Çünki 1 tam dövrə sərf olunan zaman dövr etmə periyoduna bərabər idi. Onda T də bərabərdir. Baxın, 45-i 8-ə vurduqda 360 alır. Deməli 8 dəfə artırsaq bu müddəti dövr etmə periyodunu alarıq. 0.5-i 8-ə vurduqda biz 4 saniyə almış olarıq. Deməli dövr etmə periyodda 4 saniyə bərabərdir. Maddi nöqtənin mərkəzi qaçma təcilini hesablayın və pi kvadratını 10 götürün. A bərabərdir 4 pi kvadratı r bölünsün t kvadratı şəklində biz düsturu yazaq. A bərabərdir 4 vuraq. Pi kvadratının qiyməti 10, r-in qiyməti 0.8, t-nin qiyməti 4 və 4-ün də kvadratı 16 olar. Bu 4 ilə 4-ün birini ixtisar aparsaq, 10-u 0.8-ə vurduqda 8, 4-ə isə böldükdə 2 almış olarıq. Deməli, mərkəzə qaçma təcilinin qiyməti 2 metr bölək saniyə kvadratı olar. 9-cu suala baxaq. 9-cu sualda deyilir ki, düz xətlə hərəkət edən eyni kütləli 1 və 2 cisimlərin. Onda yazırıq M1 bərabərdir M2, o da bərabərdir M-ə. Cisimlərin sürətlərinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Birinci cismin hərəkət qrafikinə baxdıqda görürük ki, düz xətli bərabər yeniləşən hərəkət eləyir. İkinci cismin hərəkət qrafikinə baxdıqda isə görürük ki, x oxu boyunca düz xətli bərabər yavaşlayan hərəkət edir. Cisimlərə təsir edən əvəzləyici qüvvələrin proyeksiyalarının f2x bölü f1x nisbətini hesablayın. Dərhal yazaq. f2x bölü f1x bərabərdir. F-in yerinə yazaram m-a, onda olar m1 a1, deməli f2x-dir, bağışlayın, m2 a2x bölək m1 a1x və buradan da m2 ilə m1 bir-birinə bərabərsə hər birini yeni bir m qoyaq. M vuraq a2x bölək m vuraq a1x. Buradan m-ləri ixtisar aparsaq, onda nə alarıq? f2x bölək f1x bərabərdir a2x bölək a1x. Yaxşı. A2-ni nə cür tapa bilərik? A2x-i tapmaq üçün baxaq. Son sürət 5-ci saniyənin sonunda cismin son sürəti 0-a bərabərdir. 0 çıxaq 15 başlanğıc sürətdir. Metr bölək saniyə bölünsün 5 saniyə. Beləliklə A üçün, A2x üçün alırıq -3 metr bölünsün saniyənin kvadratı. Birinci cisim isə bayaq dediyimiz kimi x oxu istiqamətində düz xətli bərabər yeniləşən hərəkət edir. Başlanğıc sürət 20, son sürət isə 25-dir. Onda sondan başlanğıc sürəti çıxırıq, metr bölək saniyə bölürük zamana. Yəni 5 saniyə. Beləliklə biz A1x üçün isə 1 metr bölünsün saniyə kvadratını almış olarıq. Beləliklə aparıb nisbətdə yerinə qoysaq f2x bölək f1x bərabərdir -3 metr bölək saniyə kvadratı bölünsün 1 metr bölək saniyə kvadratı. 1 metr bölək saniyə kvadratları ixtisar getsə, biz -3 bölünsün 1 alarıq. O da bizə -3 verər. Doğru cavab C bəndi. İndi isə 10-cu suala baxaq. 10-cu sualda deyilir ki, üfüqi müstəvidə M bərabərdir 30 kiloqram kütləli cisim şəkildəki istiqamətdə 50 Newton qüvvənin təsiri ilə hərəkət edir. Cismə təsir edən reaksiya qüvvəsini hesablayın. Gəlin biz birinci şəkli çəkək. Deməli, bu bizim M kütləli cisimimiz və ona təsir edən F qüvvəsinin istiqaməti. Baxın, burada biz qüvvənin alfa bucaq əmələ gətirdiyini görürük. X oxun istiqaməti ilə ya da ki, belə üfüqlə. İndi burada qüvvəni iki toplanana ayırırıq. Birinci toplanan sağa doğru, deyək ki, x oxu sağa yönəlir, fx toplananıdır. İkinci toplanan isə aşağıya doğru olan fy toplananıdır. Və dayağın ağırlıq qüvvəsini çəksək, ağırlıq qüvvəsi cismin mərkəzindən, ağırlıq mərkəzindən aşağıya doğrudur və dayağın reaksiya qüvvəsi isə yuxarıya doğru olmalıdır. Yəni bu da n qüvvəsi. İndi baxırıq ki, fx qüvvəsi, yəni f qüvvəsinin x oxu proyeksiyası cismi x oxu boyunca hərəkət elətdirən qüvvədir. Cismi səthə doğru sıxan toplanan isə fy-dir. Düzbucaqlı bucaqdan görürük ki, burada fy alfa bucağının qarşısında duran deməli katetdir. Onda fy bərabərdir -f vurulsun. Niyə -f? Çünki y oxu yuxarı istiqamətdə yönəlsə, dostlar, onda fy, yəni f qüvvəsinin y toplananı y oxunun əksinədir. Yəni proyeksiyası mənfi olmalıdır. -f qüvvəsi vuraq alfa bucağı sinus alfa. Bucağın sinusu. Onda fy bərabərdir. Bunu belə də yaza bilərik. Gəlin biz mənfi yazmayaq. Birbaşa yaxşı, belə fy tapaq. Fy bizdə olsun
Gəl belə eləməyək, gəl belə eləyək. Deməli tarazlıq şərtini buradan birbaşa yazaq. Yəni nə? N qüvvə n vektoru üstə gələk mj vektoru üstə gələk f vektoru bərabərdir belə deyək də. Bu şəkildə yazası olsaq, yəni ma yazaq, n vurulsun a. Y oxu üzrə hərəkət yoxdursa, y oxu üzrə proyeksiyalayaq birinci. Ny üstə gələk mjy üstə gələk fy bərabərdir m vurulsun 0. Çünki a-nın y oxu üzrə toplananı yoxdur. Çünki x oxu boyunca hərəkət elətdirilir, y oxu boyunca yox. Onda ny bizdə nəyə bərabərdir? Müsbət n-ə. Çünki y oxunun eyni istiqamətdədir. Mj y oxunun əksinədir olur mənfi mj. Fy də y oxunun əksinədir olar mənfi fy. Mənfi fy ya da ki mənfi f birbaşa yazaq. Mənfi f sinus alfa şəklində. O da bərabərdir 0-a. Buradan da n tapsaq, hər iki həddi bərabərliyin sağına keçirsək, onda olur mj üstə gələk f sinus alfa. Beləliklə n bərabərdir. M-in qiyməti 30, 30 vuraq 10, üstə gələk. F-in qiyməti 50, 50 vuraq sinus alfa, 0.8. Beləliklə biz 50 dəfə 0.8 40, 30 dəfə 10 300. Topladıqda edir 340 Newton. 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, sürtünməsiz üfüqi səth üzərində kütlələri M1 bərabərdir 2 kq və M2 bərabərdir 3 kq olan cisimlər 20 Newton qüvvənin təsiri ilə hərəkət elətdirilir. Onda belə yazaq. M1 bərabərdir 2 kq, M2 bərabərdir 3 kq və F qüvvəsi bərabərdir 20 Newton. Onda gəlin, deyir ki, ikinci cismin birinci etdiyi təsir qüvvəsini hesablayın. Yəni Newton 3-cü qanunu bizdən tətbiq eləməyi tələb edir. Gəlin birinci biz yüklər sisteminin təcilini tapaq. F bərabərdir M1 üstə gələk M2 vurulsun A. Buradan A-nı tapsaq, F-i biz bölməliyik. M1 üstə gələk M2 cəminə. Onda A bərabərdir. F qüvvəsinin qiyməti 20 Newton bölək M1 ilə M2-nin qiyməti 2 kq, 3 kq cəmi edir 5 kq. Biz təcili alırıq 4 metr bölünsün saniyənin kvadratı təcil. Onda deyirik ki, görəsən bu birinci cismə düşən qüvvə nə qədərdir? Yəni bu 20 Newtonluq qüvvənin birinci cismə təsiri nə qədərdir? Onda tapası olsaq F1-i taparıq. F1 bərabərdir 4 vurulsun, deməli kütlə də 2-dir. 4 vurulsun 2 eləyər 8 Newton. İndi biz nəyi tapmalıyıq? Bizə deyək ki, ikincinin birinci hissə olan deməli etdiyi təsir qüvvəsini tapın. Əgər ümumilikdə 20 Newtonsa, birinciyə 8 Newtonsa, birinci cisim tərəfindən ikinciyə təsir edən belə deyək, burada neçə Newtonluq? 12 Newtonluq qüvvədən söhbət gedir. Ortada 12 Newtonluq fərq var. Biz də bilirik ki, qarşılıqlı təsirdə olan cisim bir-birinə modulca eyni, istiqamətcə əks olan qüvvələrlə təsir edir. Onda ikinci cismin birinci elədiyi təsir qüvvəsi 12 Newton olar. Sonra 12-ci suala baxaq. 12-ci sual maraqlı sualdır. Deyilir ki, eni 12 metr olan, gəlin bunun üzərində, şəkil üzərində göstərək. Deməli, burada eni dedikdə LK məsafəsi nəzərdə tutulur. 12 metr olan və axın sürəti V1 bərabərdir 2 metr bölək saniyə olan çayda qayıq K nöqtəsindən suya nəzərən V2 bərabərdir 5 metr saniyə sürətlə şəkildəki istiqamətdə hərəkətə başlayır. Qayıq 4 saniyə müddətində M nöqtəsinə çatarsa, baxın, M nöqtəsi digər sahildir. M nöqtəsindən L nöqtəsi bir düz xəttin üzərindədir. Bu demək ki, çayın enini 4 saniyəyə keçibdir. Onda çayın eni boyunca, yəni çayı perpendikulyar istiqamətdə keçirən sürət vektoru hansı olar? Bax, bu olar. Düzdür? V2-nin bu toplananı olar. Düzdürmü? Buna da gəlin biz nə deyək? Hər hansı bir belə bir istiqamətdə x, y koordinat oxlarını çəksək, bura y desək, bu x desək, onda bu nə olar? V2y. Onda V2y tapa bilərikmi? Tapa bilərik. V2y bərabərdir. Çayın eni nə qədər idi? 12 metr və neçə saniyə keçirdi? 4 saniyə. Beləliklə o nə qədər olar? Çaya axına perpendikulyar olan toplanan 3 metr bölək saniyə olar. İndi V2-nin qiyməti 5 metr bölək saniyədirsə də onda Vx kvadratı üstə gələk Vy kvadratı bərabərdir V kvadratı ifadəsindən biz Vx tapa bilərik. Vx kvadratı bərabərdir 5-in kvadratı çıxaq 3-ün kvadratı, o da bərabərdir 4-ün kvadratına. Beləliklə Vx bərabərdir 4 metr bölək saniyə olar. Yəni x oxu boyunca ikinci cismin sürət vektoru V2x, x oxu da bu istiqamətdə yönəlibdir. Bu nə qədər olar? 4 metr bölək saniyə. İndi deyir ki, L məsafəsini hesablayın. Baxın,
Deməli, L-dən M-ə qədər həm cismin x oxu boyunca V2x toplananı var, həm də V1 çay kömək eləyir. Yəni, eyni istiqamətdədir sürətlər. Onda LM məsafəsini tapanda LM arasındakı məsafə bərabərdir. V2x-dən V1-in cəmini biz vurmalıyıq T-yə. Beləliklə, LM bərabərdir. Sürət 4-dür, V2x. V1 nə qədərdir? V1 2-dir. 4 üstəkilə 2 vurulsun. Deməli, zamanda 4-dür. Beləliklə, LM bərabərdir 24 metr almış olaraq. Doğru cavab A bəndi olar. İndi gəlin 13-cü suala baxaq. 13-cü sualda deyilir ki, birinci cisim 8 metr saniyə sürətlə hərəkət edərkən, bu böyük ehtimalla düz xəttli bərabər sürətli hərəkətdir, amma burada o haqda heç bir şey verilmir. Sadəlik üçün biz bərabər sürətli hərəkət olduğunu qəbul edirik. Hərəkət edərkən ikinci cisim sükunət vəziyyətindən 0,4 metr saniyə kvadrat təcili hərəkətə başladı. Yəni, ikinci cismin başlanğıc sürəti 0-a bərabərdir, təcili isə 0,4 metr bölünsün saniyə kvadratına bərabərdir. Baxın, bir cümlədə artıq 2 dənə, biri çap, biri də söz olmaq şərtindən səhv var. Hələ qabaqda da görəsiniz, o səhvlər olasıdır. 20 saniyə sonra ikinci cismin, iki cismi deyir burada. İkinci cismi yox, bir cismi, iki cismi. İki cisminin bir cisminə nəzərən sürətinin modulunu hesablayın. Deməli, onda deyirik ki, ikinci cisim bərabər yeyinləşən hərəkət eləyir. Onda ikinci cismin 20 saniyə sonra sürətini tapa bilərik. V02 üstə gələk A2 vurulsun T ifadəsindən. V02 bizdə 0-dır. Onda V2 bərabərdir. A2-nin qiyməti 0,4 metr bölək saniyə kvadratı vuraq. T-nin də qiyməti 20 saniyədir. Beləliklə, V2 də bərabərdir. 8 metr bölünsün saniyə almış olarıq. İndi deyə bilərsiniz ki, ikisinin də sürəti eynidir və ikincinin birinciyə nəzərən sürəti 0-a bərabər olar. Xeyr, baxın, burada 60 dərəcəli bucaq verir. Onda belə deyək. Deyək ki, birinci cismin gəlin bu şəkil üzərində sürət vektorunu sağa doğru yönəldək, V1. İkinci cismin sürət vektorunu isə bu istiqamətdə V2 olaraq bu istiqamətdə yönəldək. İndi baxın, V1-in moduluna V2-nin modulu bir-birinə uyğundur. Yəni, bu vektorlar bir-birinə bərabərdir. Onda iki cisminin bir cisminə nəzərən sürətinin modulunu tap deyirsə, V2 biri tapmaq tələb olunur. Vektorial qaydada nə etməliyik? V2-dən V1-i çıxmalıyıq. Vektorların çıxılma qaydasına görə biz bilirik ki, çıxılanın sonundan azalanın sonuna çəkilmiş vektor bu iki vektorun fərqini göstərir. Çıxılan bizdə V1-dir, azalan V2 olduğuna görə biz V1-dən V2-yə doğru çəkirik. Baxın, bayaq dediyim kimi V1 və V2-nin modulları, uzunluqları bir-birinə bərabər olduğuna görə biz bərabər yanlış bucaq alırıq. Əgər təpə bucağı 60-dırsa da 180-dən 60 çıxırıq 120, onlar da yarı-yarı bölünür və biz baxırıq ki, aldığımız üç bucaq artıq bərabər tərəfli üç bucaqdır. Onda V2-1 vektorunun modulu yenə 8 metr bölək saniyə bərabər olmalıdır. 14-cü suala baxaq. 14-cü sual olduqca maraqlı bir sualdır. Deyir ki, başlanğıc anda eyni yerdə olan, deyək ki, x01 bərabərdir, x02 bərabərdir 0. Yəni, hər iki cismin başlanğıc koordinatı 0-dır. Yəni, onlar koordinat başlanğıcındadır. Düz xəttlə hərəkət edən iki cismin sürətləri V1x bərabərdir, -12 üstəgələk 2t metr bölək saniyə və V2x bərabərdir, 6 üstəgələk 4t metr bölək saniyə qanunları ilə dəyişir. Neçə saniyə sonra cisimlər arasındakı məsafə 144 metr olar. Deməli, baxırıq ki, birinci cisim x oxu istiqamətində bərabər yavaş, x oxunun əks istiqamətində bərabər yavaşlayan hərəkət edir müəyyən müddət. Amma ikinci cisim birbaşa x oxu istiqamətində bərabər yeniləşən hərəkət edir. Ona görə cisimlər arasındakı məsafəni tapmaq üçün biz nə edək? Gəlin, ikinci cismin birinciyə nəzərən sürətini tapaq. V2-1x-i tapsaq, yəni bunu vəsəlgəli yazaq. V2-1x bərabərdir. V2x çıxaq V1x. Onda V2-1x bərabərdir. 6 üstəgələk 4t-dən çıxaq -12 üstəgələk 2t-ni. Sadələşmə aparsaq V2-1x bərabərdir. 18 üstəgələk 2t almış olarıq. Yəni metr bölək saniyə. İndi deyək ki, neçə saniyə sonra cisimlər arasındakı məsafə 144 metr olar. Baxırıq ki, artıq bu nəzərən sürətin tənliyindən görünür ki, cisim x oxu istiqamətində bərabər yeniləşən hərəkət edir. Onda cismin getdiyi yolu L bərabər nə cür tapa bilərik? V0t üstəgələk AT kvadratı bölək 2. Bizdə tənlikdən görürük ki, başlanğıc sürət 18-dir.
təcil isə 2-yə bərabərdir. Onda 18t üstə gələk 2t kvadratı bölü 2 bərabərdir 144. 18t üstə gələk t kvadratı bərabərdir 144. Buradan t kvadratı üstə gələk 18t çıxaq 144 bərabərdir 0. Bu tənliyi, bu üçədini vuruqlara ayırsaq, t çıxaq 6 vuraq, t üstə gələk 24 bərabərdir 0 alarıq. Beləliklə t1 bərabərdir 6 saniyə və t2 bərabərdir mənfi 24 saniyə almış olarıq. Halbuki mənfi 24 saniyə deyilən bir anlayış yoxdur. Beləliklə biz zamanı 6 saniyə tapmış olarıq. Sonra 15-ci suala baxaq. Hansı ifadələr doğrudur? O1, O2 oxu ətrafında fırlanan kürənin üzərindəki A və B nöqtələri üçün nöqtələrinin müəyyən zaman müddətində getdikləri yol, dönmə bucaqları və sürətinin dəyişməsi bərabərdir. Bu 3 dənə fikirdən hansı və ya hansıları doğru olmalıdır? Bir baxaq. Birinci deyir gedilən yol. Biz bilirik ki, gedilən yol L bərabərdir 2pi vurulsun L ifadəsindən təyin olunur. Burada R cızılan çevrənin radiusudur. Burada OB B nöqtəsinin cızdığı çevrənin radiusudur, o böyükdür. Bu isə kiçik çevrənin cızdığı A nöqtəsinin cızdığı çevrənin radiusudur. Baxırıq ki, radiuslarda B nöqtəsinin cızdığı radius, çevrənin radiusu A nöqtəsinin cızdığı çevrənin radiusundan daha böyükdür. Yəni yollar bərabər ola bilməz. Birinci yanlışdır. Sürətin dönmə bucaqları. Baxın, dönmə bucaqları eynidir. Çünki O1, O2 fırlanma oxuna nəzərən bunlar fırlanırlar. Ona görə də bunları əgər, yəni bax üstdəki çevrəni deməli aşağıya doğru paralel istiqamətdə sürüşdürsək, onda baxın belə bir çevrə almış olarıq ki, bu da konsentrik çevrə olduğunu göstərir. Bilirik ki, konsentrik çevrələrdə də mərkəzi bucaqlar bir-birinə bərabər olur. Yəni dönmə bucaqları, radius vektorunun dönmə bucağı hər ikisi üçün də eyni olmalıdır. Deməli 2 doğrudur. Sürətin dəyişməsi bərabərdir. Xeyr, sürətin dəyişmələri də eynidir. Çünki biz bilirik ki, ekvatordakı o B nöqtəsi ekvatora uyğundur. Ekvatordakı cismin sürətinlə müəyyən coğrafi en dairəsində, yəni A nöqtəsindəki cismin sürətinin bir-birindən əlaqəsi var. A nöqtəsinin sürəti B nöqtəsinin sürətinin kosinus fiyə, yəni meyl bucağına olan hasilə bərabərdir. Yəni artıq bunlar da bir-birinə bərabər ola bilməz. Sürətlərin özü bir-birinə bərabər deyilsə, onların dəyişmələri də bir-birinə bərabər ola bilməz. Ona görə yalnız 2 doğru olar ki, 15-ci sualda da cavab A bəndi edər. 16-cı suala baxaq. 16-cı sualda deyilir ki, müstəvi üzərində düz xətt üzrə hərəkət edən cismin koordinatları x bərabərdir 14 üstə gələk 3t metr qanunu ilə və y bərabərdir 20 çıxaq 4t metr qanunu ilə kimi dəyişir. Cismin sürətinin modulunu hesablayın. Baxın, koordinatın təniyini x və y oxlar üzrə yazaq. X bərabərdir x0 üstə gələk vxt və y bərabərdir y0 üstə gələk vyt. Baxırıq ki, x oxu üzrə cisim, həm x və həm y oxu üzrə cisimlər düz xətli bərabər sürətlə hərəkət edirlər. X oxu üzrə cismin hərəkət sürəti müsbət 3 metr bölək saniyə, y oxu üzrə isə cismin hərəkət sürəti sürətinin proyeksiyası mənfi 4 metr bölünsün saniyə olar. Beləliklə sürətin modulu v bərabərdir kök altında vx kvadrat üstə gələk vy kvadratında deməli şəklində düsturla hesablanır. V-ni tapası olsaq 3-ün kvadratı üstə gələk mənfi 4-ün kvadratı bizə verər 5. Yəni cismin sürətinin modulu 5 metr bölək saniyə edər. İndi isə 17-ci suala baxaq. 17-ci sualda nə deyilir? Deyir, sükunət halından, yəni başlanan sürətin proyeksiyası 0-a bərabərdir. Hərəkətə başlayan kütləsi 10 kiloqram, n bərabərdir 10 kiloqram olan cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Baxırıq ki, cismə təsir edən qüvvə sabit olub 40 newtona bərabərdir. Baxın, qrafikdən biz onu görürük. Onda cisim düz xətli bərabər təcilli hərəkət edir. Özdə sükunət halından, çünki başlanan sürəti deməli 0-a bərabərdir. 2 saniyə ilə 6 saniyə arasında keçən müddətdə cismin getdiyi yolu tapın. Biz gəlin belə eləyək. Cismin ilk deməli T1 bərabərdir 2 saniyə yazaq, gəlin şərtdə də. T2 də bərabərdir 6 saniyə. Cismin ilk 2 saniyə ərzində getdiyi yolu tapaq. Başlanan sürət 0-a bərabər olduğuna görə biz L bərabərdir AT kvadratı bölü 2 düsturundan hesablayaq. İstifadə edək. Onda L1 bərabərdir AT1 kvadratı bölü 2 olar. L2 bərabərdir A vurulsun T2 kvadratı bölünsün 2 olar. Deyir ki, 2 və 6 saniyə arasında gedilən keçən müddətdə cismin getdiyi yol, yəni delta L tapmaq tələb olunur. Delta L də bərabərdir L2 çıxaq L1 şəklində hesablana bilər. Beləliklə delta L bərabərdir A T2-nin kvadratı bölə 2 çıxaq A T1-in kvadratı bölə 2.
Buradan delta L bərabərdir. A bölünsün 2-ni ortaq vuruq çıxartsaq, T2-nin kvadratı çıxaq, T1-in kvadratını almış olarıq. Beləliklə, delta L bərabərdir. A-nın qiyməti bizdə nə qədərdir? Baxaq müəllim, əgər F-in qiyməti 40-dırsa da AX bərabərdir. Fx bölünsün M-dən biz tapa bilərik. AX bərabərdir 40 bölünsün 10, o da bərabərdir 4 metr bölək saniyənin kvadratı. Aha, təcil 4 imiş. Beləliklə 4 bölünsün 2 vurulsun. T2-nin qiyməti 6, 6-nın kvadratı çıxaq, 2-nin kvadratı. Beləliklə 6-nın kvadratı 36, 2-nin kvadratı 4, 36-dan 4 çıxanda 32, 4-də 2-yə böləndə 2, 32 dəfədə 2 edər 64 metr. Deməli, cisimlər arasındakı deməli 2-6 saniyə ərzində cismin getdiyi yol 64 metrə bərabər olar. İndi isə 18-ci suala baxaq. 18-ci sualda hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Belə bir bizdən bir vahid sualını soruşur. Gəlin fiziki kəmiyyətin vahidi sualını soruşur. Gəlin yazaq. Kiloqram vuraq metr kvadratı bölək, məxrəcdə joule vuraq saniyə. Bunun üçün nə edirik? Əgər biz hər kəsirin sürət və məxrəcini saniyəyə vursaq, onda nə alarıq? Alarıq ki, kiloqram vuraq metr kvadratı vur saniyə bölək. Joule vuraq saniyə vuranda saniyənin kvadratı. İndi diqqət yetirsəz, kiloqram vuraq metr kvadratı bölək saniyə kvadratı joule-un açılışıdır. Onda alarıq joule vur saniyə böl joule. Beləliklə joule-lar ixtisar getsə, doğru cavab saniyə qalar. Saniyə isə dövrətmə periyodunun vahidinə uyğundur. 19-cu suala baxaq. 19-cu sualda deyilir ki, radiusu 2 metr olan, R bərabərdir 2 metr olan, çevrə üzrə bərabər sürətlə dövr edən cismin periyodu T bərabərdir 4 saniyədir. A nöqtəsini keçdikdən sonra 7 saniyə ərzində cismin sürətinin deməli 7 saniyə ərzində cismin sürətinin dəyişməsi modulunu və istiqamətini müəyyən edin. Pi bərabərdir 3 olduqda, deməli bizdən delta V-ni tapmaq tələb olunur. Gəlin biz həmin bu şəkilə baxaq. Deməli, əgər 7 saniyə deyir, əgər biz deyirik ki, verilən müddət böyük T-dən, yəni dövrətmə periyodundan böyüksə, biz onda artıq dövrətmə periyodu qədər məsafənin zaman müddətini oradan ayırırıq. Baxın, 7 saniyə deyir, düzdürmü? Biz onu 4 saniyəyə bölsək nə alarıq? Deməli, 4 saniyəsi getsə, yəni 1/4 saniyə almış olarıq. Deməli, bu 1 bu 1 dövrdür, düzdürmü? 1/4 dövr, bağışlayın. 1/4 dövr almış olarıq. Yəni, baxın, belə də yazmaq olar. 7 saniyə bərabərdir, 4 saniyə üstə gedilək, 3 saniyə. Bu şəkildə də yazmaq olar. 4 saniyə bu deməkdir ki, A-dan başladı, fırlandı, gəldi, çıxdı A-ya. İndi bunu 4 bərabər hissəyə bölsək, baxın, 4 bərabər hissəyə bölsək, 90 dərəcəlik 4 dənə hissə almış olarıq, düzdürmü? Onda hər birini 1 saniyyə keçmiş olar. Onda 3 saniyə hansı zaman müddətinə uyğundur? Yəni, yerdə qalan hissə, gəlin onda T ilə işarə eləyək, ya da T iştiriklə bərabərdir, 4/3 böyük T olar. Yəni, periyodun 4/3 hissəsinə. Onda biz bilirik ki, sürətin modulu, sürət dəyişməsinin modulu delta V bərabərdir. Kök altında 2 vurulsun V ilə tapılır. Beləliklə, delta V bərabərdir 3 kök altında 2, ay bağışlayın, birbaşa yazdım. V-ni birinci tapmalıyıq. V bərabərdir 2 pi R bölünsün T şəklində kiçik yerlə, yəni yazaq. Kiçik yer bölünsün T şəklində hesablanır. Beləliklə, V bərabərdir 2 vuraq 3 vuraq 2 bölünsün 4. Və biz buradan sürət üçün 3 metr bölək saniyə almış olarıq. Onda kök altında 2V-dən də alırıq 3 kök altında 2. Deməli, sürətin dəyişməsinin modulu 3 kök altında 2 metr bölək saniyədir. İndi isə bizdən tapmaq tələb olunur nə? İstiqamətini. Biz bilirik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə cismin sürəti daima çevrəyə toxunan istiqamətdə yönəlir. Onda biz bu istiqamətdə çəksək, deməli 1,90 dərəcə dönəndə toxunan istiqamətdə bu istiqamətdə yönəlir, 1,90 dərəcə dönəndə aşağıya doğru yönəlir. Bizdən üçüncünü tapmaq tələb olunur ki, V bu istiqamət. Deməli, indi gəlin biz sürət dəyişməsinin istiqamətini müəyyən edək. Bunun üçün nə edirik? Deməli, sürət dəyişməsini tapdıqda biz B nöqtəsinin sürətindən A nöqtəsinin sürətini çıxmalıyıq. Yəni, delta VB-A-nı tapmalıyıq. Bu da VB çıxaq VA şəklində təyin olunur. İndi vektorların çıxılmasına qayıdaq. Vektorların çıxılması üçün hansı şərt ödənməliydik? Yəni, hansı qaydanı biz tətbiq eləməliydik? Gəlin, bu hissəni B nöqtəsindən qeyd eləyək və ağ tərəfdə burada şəkili təzədən çəkək. Deməli, bu B nöqtəsidir. B nöqtəsindəki sürətin, deməli, sürət vektorunun istiqaməti sağa doğru yönəlibdir. A nöqtəsindəki sürət vektorunu paralel şəkildə köçürdürük B nöqtəsinə və bunlar bir nöqtədən çıxmış olur. Bu vektorların ikisi də. Bu da bizdə olur VA. Gəlin, bu hissəyə də yazaq VB. İndi vektorların fərqini taparkən nə edirdik?
fərq vektoru tapmaq üçün çıxılanın sonundan azalanın sonuna vektor çəkməliydik. Həmin bu çəkilmiş vektor bizə iki vektorun fərqini göstərirdi. Deməli, bu bizə nə verir? Delta V vektorunu verir. Deməli, sürət dəyişməsinin modulu 3 kök altda 2, sürətin dəyişməsinin istiqaməti isə bu şəkildə olar və doğru cavab D bəndi edər. Sonra gəlin 20-ci suala baxaq. 20-ci sualda deyilir ki, sistemdəki M1 bərabərdir 5 kiloqram və M2 bərabərdir 7 kiloqram olan iki yüklər deyir. F bərabərdir 40 Newton F qüvvəsinin təsiri ilə, yəni F də bərabərdir 40 Newtondur. Qüvvənin təsiri ilə tarazlıqdadır. İplə blok arasındakı sürtünmə qüvvəsini tapın. Əgər deməli tarazlıqlardırsa da, gəlin birinci baxaq. Deməli onda sol və sağ tərəfdəki qüvvələr bir-birini nəzərdə tarazlaşdırmalıdır. Sol tərəfdə cismə təsir edən yekun qüvvəni tapaq. Aşağıya doğru ağırlıq qüvvəsi təsir edir M1J. Onda sol tərəfdə cismi aşağı doğru dartan ümumi qüvvə M1J üstəgələ F-ə bərabər olmalıdır. Onda o da bərabər olmalıdır sağ tərəfdəki deməli qüvvəyə M2J. Düzdürmü? Baxırıq ki, görəsən belə bir bərabərlik varmı? İndi gəlin birinci M1J üstəgələ F-i tapaq. M1-in kütləsi 5 kiloqramdır. 5 vurulsun 10 üstəgələ F-in qiyməti 40-dır. Beləliklə biz alırıq 90 Newton. Sol tərəfdəki yekun qüvvə 90 Newtondur. Sağ tərəfdəki qüvvə üçün baxırıq. Ağırlıq qüvvəsini hesablasaq. M2J. Burada nə alırıq? Deməli 7 vurulsun o bu eləyir 70 Newton. Deməli bu qüvvələr bir-birinə bərabər deyil. Onda belə çıxır ki, cisim bu istiqamətdə, yəni sol tərəfə doğru hərəkət etməlidir, düzdürmü? Amma biz bilirik ki, hərəkət edəndə hərəkətin əksinə doğru sürtünmə qüvvəsi yaranır. Deməli onda sürtünmə qüvvəsi geriyə doğru hərəkət etməlidir və M2J qüvvəsini bir növ kömək etməlidir. Onda sürtünmə qüvvəsi nə qədər olur? Bu iki hissədəki hər iki tərəfdəki qüvvələrin fərqinə 90-dan da 70 çıxdıqda biz 20 Newton almış olarıq ki, deməli sürtünmə qüvvəsi 20 Newtona bərabərdir. 21-ci suala baxaq. 21-ci sualda deyilir ki, çevrə üzrə bərabər sürətli hərəkət edən, belə olsa daha yaxşı olardı. Maddi nöqtə üçün hansı fiziki kəmiyyət zamana görə dəyişir? Biz bilirik ki, bərabər sürətli hərəkət isə də bucaq sürəti, sonra dövr etmə periodu, yəni bunlar hamısı bir-birinin qohumudur da, birindən digərinə keçmək olur və dövr etmə tezliyi sabit kəmiyyətlərdir. Onda bucaq sürəti dəyişməz, dövr etmə periodu dəyişməz. 4 ola bilməz, 1 ola bilməz, 1 ola bilməz, 1 ola bilməz. Doğru cavab qalır 2 ilə 3. Dövrlərin sayı artar. Çünki çevrə üzrə hər dəfə hərəkət etdikcə 1 dövr, 2 dövr, 3 dövr, 4 dövr dövrlərin sayı getdikcə artar. Mərkəzi qaçma təcili dəyişirmi? Bəli, mərkəzi qaçma təcili vektorial kəmiyyətdir. Hər an onun istiqaməti dəyişir. Çünki vektorial kəmiyyətlərdə ya ədədi qiymət dəyişməlidir, ya istiqamət. Mərkəzi qaçmanın təcili modulu sabit qalsa da, sürətin modulu sabit qalsa da, onların istiqaməti hər an dəyişdiyi üçün doğru cavab 2 və 3 olar. 22-ci suala baxaq. 22-ci sualda yenə dəfə artar, dəfə azalar tipli bir sualdır. Deyilir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə çevrənin radiusunu və dövrətmə periodunu 3 dəfə azaltacaq. Yəni R2 bölək R1 bərabərdir 3/1 və T2 bölək T1 bərabərdir 3/1. Onda deyir, xətti sürəti dəyişməz. Baxaq, V bərabərdir 2πr bölünsün T. Əgər hər birini sürət və məxrəci eyni zamanda 3-ə bölsək, onda xətti sürət dəyişmir. Bu həqiqətən də doğrudur. Yəni birinci doğru. Mərkəzi qaçma təcili 3 dəfə artar. Baxaq, A bərabərdir, deməli, A bərabərdir 4pi kvadratı, R bölünsün T kvadratı. Baxın, R-i 3 dəfə azaltdıqda sürət 3 dəfə azalır. Amma məxrəcdə T kvadrat olduğuna görə məxrəc 9 dəfə azalır. Məxrəcdəki 9 çıxsa yuxarı, onda 3 dəfə 9 vuraq 3/1 siz 3 alarsınız. Bu demək ki, təcil 3 dəfə artır. Bu həqiqətən də doğrudur. 1-2 doğru. Dövrətmə tezliyi 3 dəfə azalmaz. Çünki dövrətmə tezliyi ilə period qarşılıqlı tez kəmiyyətləridir. Əgər biz periodu 3 dəfə azaldırıqsa da dövrətmə periodu, onda mərkəzi qaçma dövrətmə tezliyi 3 dəfə artmış olar. Ona görə doğru cavab A bəndi olar. 23-cü suala baxaq. 23-cü sualda deyilir ki, üfüqi hamar səth üzərində bir-birinə iplə bağlı kütlələri M1 bərabərdir 5 kiloqram və M2 bərabərdir 10 kiloqram olan cisimlər F qüvvəsinin təsiri ilə hərəkət edirlər. Birinci halda ipdəki gərilmə qüvvəsi T1 bərabərdir 20 Newton olarsa, ikinci halda ipdəki gərilmə qüvvəsini hesablayın. T2 bərabərdir sualı. Baxın, gəlin birinci üçün
Birinci şəkil üçün ümumi halda düsturu çıxardaq, ikinciyə birbaşa tətbiq edək. Baxaq, F qüvvəsi hansı cisimlərdə artır? Hər iki cisim. Ona görə hər iki cismi ona görə yazaq. F bərabərdir mötərizədə M1 üstəgələ M2 vuraq. Ümumi halda qoy olsun təcili A1. Təcil də eyni olmalıdır. Ümumi halda A yaza bilərik. Çünki hər iki şəkildə F və M1 M2 kütlələri eynidir. Bəs T1-in ifadəsi nətər tapılar? T1 ancaq nə idi artır? M1-i. Ona görə yazarıq. M1 vurulsun A. Tərəf-tərəfə bölsək, onda nə olar? F bölünsün T1 bərabərdir. M1 üstəgələ M2 bölünsün M1. Onda buradan T1 tapsaq, nə alarıq? T1 bərabərdir. M1 bölək, M1 üstəgələ M2 vurulsun F-ə. Bu bir T1 üçün. Onda T2 üçün nə yazarıq? Baxın, T2 burada nəyi də artır? Ancaq M2-ni də artır da. Onda T2 bərabərdir. Sürətdə bu dəfə M2 olar. M1 üstəgələ M2 vurulsun F. Beləliklə, T1-in T2-yə nisbətini tapsaq, baxın, M1 eyni olanları gəlin xətt çəkək də. F-lər eynidir. Bunlar ixtisar gedəsidir. M1 üstəgələ M2-lər eynidir. Yerdə qalır nə? T1 M1 ilə düz asılıdır, T2 də M2 ilə. Onda M1 bölək M2 şəklində belə bir ifadə almış olarıq. Beləliklə 20 Newton bölək T2 bərabərdir. M1-in kütləsi 5 kiloqram, M2-nin kütləsi isə 10 kiloqram. Burada ixtisarları aparsaq 2 ilə 1 alarıq. Buradan da T2-ni tapsaq biz 40 Newton cavabına çatmış olarıq. Doğru cavab 40 Newton olar. Sonra 24-cü suala baxaq. 24-cü sualda deyilir ki, maddi nöqtə 0,2 saniyə üstü -1 tezliklə deyilirsə, onda periodu nə qədər olar? Bunun tərsi 0,2-nin tərsi 5 saniyədir. Çevrə üzrə deyir, bərabər sürətlə dövr edir. Kiçik t bərabərdir 2,5 saniyə ərzindəki yer dəyişməsi s bərabərdir 40 sm olarsa, çevrənin radiusu neçə santimetrdir? İndi dərhal baxaq. Baxırıq ki, həmin kiçik t müddətinə dövr etmə perioda nisbəti 2-də 1-dir. Yəni kiçik t bərabərdir 2t bölünsün 2 müddəti. Biz bilirik ki, çevrə üzrə sərf olunan zaman, hərəkətdə sərf olunan zaman periodun yarısına bərabər olarsa, onda cismin yer dəyişməsinin modulu 2 vurulsun r-ə bərabərdir. Yəni radiusun 2 mislinə. Onda r tapsaq biz s2-yə bölməliyik. R bərabərdir 40 sm bölünsün 2 və r bərabərdir biz 20 sm almış olarıq. Çevrənin radiusu 20 sm-ə bərabərdir. 25-ci suala baxaq. OX oxu boyunca hərəkət edən cismin koordinatın zamandan asılılıq qrafiki verilmişdir. Buradan baxıb görürük ki, cismin ilk 0-dan daha doğrusu 0 zaman anından T0 zaman anına qədər yavaşlayan hərəkət edir. Amma burada deyilir ki, birincidə 0T0 aralığında yeniləşən hərəkət etmişdir. Bu yanlışdır. Sonra növbəti halda baxırıq ki, parabola bu dəfə qolu yuxarıya doğrudur. Bu yeniləşən bir hərəkətə uyğundur. T0-2T0 aralığında təcili 0-a bərabərdir. Xeyr, təcili 0-dan bərabərdir, fərqlidir və bərabər yeniləşən hərəkətdir. Sonra T0 zaman anında sürəti 0-a bərabərdir. Bəli, çünki əvvəlcə bərabər yavaşlayan, sonra bərabər yeniləşən hərəkət edir. Yəni bu çökəyin dibində, əgər funksiyadan anlayışınız varsa da, çökəyin dibində artıq sürət 0-a bərabər olur. Çünki bir hərəkət növündən digər hərəkət növünə keçilir. Deməli, T0 anında sürət 0-a bərabərdir. Üçüncü ifadə doğru. 2T0 anında hərəkət istiqamətini dəyişmişdir. Xeyr, dəyişməmişdir. Sadəcə hərəkət növünü dəyişir. Əvvəlcə bərabər yeniləşən hərəkət edir, sonra bərabər sürətli hərəkət edir. Sonra 2T0, 3T0 aralığında təcili 0-a bərabərdir. Bəli, baxırıq ki, XT-nin xətt asılıdır. Bu isə düzxətli bərabər sürətli hərəkət halına uyğundur. Düzxətli bərabər sürətli hərəkətdə isə təcili 0-a bərabərdir. Beləliklə doğru cavab 3 və 5 olar. Sonra 26-cı suala baxaq. 26-cı sualda deyilir ki, radiusları R1 bərabərdir R3 bərabərdir böyük R və R2 bərabərdir 2 böyük R olan disklər şəkildəki kimi əlaqələndirilərək hərəkət etdirilir. Disklərin kənar nöqtələrinin sürətləri nisbətini V2 bölək V3 nisbətinə hesablayın. Baxın, diqqət etirsək görərik ki, birinci və üçüncü kürələr, disklər bir-birinə qayışla birləşdirilmişdir. Bu deməkdir ki, qayışla ötürmədir və V1-in sürəti V3-ün sürətinə bərabər olmalıdır. Amma deməli, birinci və ikinci disklərə baxsaq, görürük ki, onlar eyni bir oxun ətrafında fırlanan konsentrik disklərdir, çevrələrdir. Bu halda omeqaları onların sabit olmalıdır. Yəni, omega 2 bərabərdir, omega 1 olmalıdır. Onda omega V bərabərdir, omega vuraq R ifadəsindən görürük ki, omega sabit olan halda V R-dən böyük, V R-lə düz asılıdır. Əgər R2 R1-dən böyüksə, onda V2 də V1-dən böyük olmalıdır.
Yəni özdə neçə dəfə böyük olmalıdır? V2 V1-in 2 mislinə bərabər olmalıdır. İndi V1 də V3-ə bərabər olduğundan V2 bərabərdir 2V3 yaza bilərik. Beləliklə V2 bölünsün V3 nisbəti bizə 2 cavabını verər. 27-ci suala baxaq. 27-ci sualda da bunu şəklin üstə yazdım, bağışlayın, burada yazmadım. 27-ci suala baxaq. 27-ci sualda deyilir ki, uyğunluğu müəyyən edin. OX oxu boyunca hərəkət edən cismin təcilin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Biz uyğunlaşdırma aparmalıyıq. Diqqət yetirsək görərik ki, 0-dan T1-ə qədər cismin təcili 0-a bərabərdir. Deməli, cismin təcili 0-T1 aralığında, gəlin elə buradaca yazaq. Təcilin proyeksiyası 0-a bərabərdir. Deməli, qüvvənin proyeksiyası da 0-a bərabərdir. Deməli, cisim ya sükunətdədir, ya da düzxətli bərabər sürətli hərəkət eləyir. İkisindən biridir. Deməli, əvəzləyici qüvvə x oxu istiqamətdədir. Xeyr. Əvəzləyici qüvvə x oxunun əksinədir. Xeyr. Əvəzləyici qüvvə 0-a bərabərdir. Bəli, 1-ə getdi C. İndi başqası da yoxdur. Çünki yerdə qalan ancaq təcil hərəkətdir. Sonra T1, T2-yə baxırıq. Bu halda cismin hərəkət təcili 0-dan böyükdür. Proyeksiyası 0-dan böyükdür. Bu deməkdir ki, əvəzləyici qüvvənin də proyeksiyası 0-dan böyük olmalıdır. Deməli, əvəzləyici qüvvə x oxu istiqamətindədir. Bəli. Bir də B bəndinə baxaq. Baxın, T2 D3-də isə bunun əksidir. Deməli, təcilin proyeksiyası 0-dan kiçikdir. Deməli, əvəzləyici qüvvənin proyeksiyası da 0-dan kiçikdir. Deməli, əvəzləyici qüvvə x oxunun əksinədir. 3-ə də getdi B. Sonra cisim bərabər yeniləşən hərəkəti edir. Burada əgər cisim x oxu boyunca hərəkət edirsə, təcilin də proyeksiyası 0-dan böyüksə, deməli, cisim bərabər yeniləşən hərəkət etməlidir. 2-yə də getdi D. Onda bərabər yavaşlayan hərəkətdə 3-ə gedər. Deməli, 1-ə getdi C, 2-yə getdi AD, 3-ə də getdi B və Y. İndi isə 28-ci və 29-30-cu suallara 3 dənə ətraflı cavab yazılı tələb olunan suala baxaq. Deyir ki, kütləsi 1200 kiloqram olan avtomobil üfüqi yolda 30 metr bölək saniyə sürətlə hərəkət edərkən tormozlanır. Bu hissəyə diqqət yetirmək lazımdır. Tormoz müddətində avtomobilə yalnız 6000 Newton sabit sürtünmə qüvvəsinin təsiri ilə hərəkət edir. Əgər biz cismin üfüqi müstəvi üzrə hərəkətini çəksək, baxın bu üfüqi müstəvidir. Bunun üzərində hər hansı bir cisimdir, deyək ki, avtomobildir. Buna təsir edən qüvvələr çəkməliyik. Aşağıya doğru MC ağırlıq qüvvəsidir, yuxarıya doğru dayağın reaksiya qüvvəsidir və bir də sürtünmə qüvvəsi var hərəkətin əksinə doğru. Deyək ki, cisim x oxu istiqamətində hərəkət edir. İndi baxın, V0 sürətindən hərəkət etdiyi yerdə sürtünmə qüvvəsi təsir edir. İndi deyək, tormoz müddətində avtomobil necə hərəkət edir? Biz bilirik ki, üfüqi müstəvi üzrə hərəkət edəndə ağırlıq qüvvəsindən dayağın reaksiya qüvvəsi qiymətcə bərabər istiqamətcə əksdir. Yəni, ağırlıq qüvvəsindən dayağın reaksiya qüvvəsini bir-birini tarazlaşdırır və cismə yalnız hərəkət müddəti ərzində hərəkətin əksinə doğru yönəlmiş sabit sürtünmə qüvvəsi təsir edir. Əgər sürtünmə qüvvəsi sabitdirsə, onda A bərabərdir F sürtünmə bölək M-dən biz alırıq ki, cisim bərabər təcilli hərəkət edir. Sürtünmə qüvvəsi tormozlanma hərəkətinə məcbur etdiyinə görə cismin sürəti zaman keçdikcə azalır. Deməli, cisim tormoz müddəti ərzində bərabər yavaşlayan hərəkət etməlidir. 29-cu sualda deyilir avtomobilin tormoz müddətini hesablayın. Dərhal yazırıq. T tormoz bərabərdir. İndi gəlin burada verilərləri yazaq. M bərabərdir 1200 kiloqramdır. Sonra V0 bərabərdir 30 metr bölək saniyədir. Və F sürtünmə bərabərdir 6000 Newtondur. T tormozun ifadəsi V0 bölək A-dır. Sürət və məxrəci kütləyə vursaq MV0 bölək MA alarıq. MA isə bizdə F sürtünmədir. Onda T tormoz bərabərdir MV0 bölək F sürtünmə almış olarıq. Beləliklə T tormoz bərabərdir 1200 vuraq 30 bölək 6000. Beləliklə doğru cavab 6 saniyə olar. Deməli, tormoz müddəti 6 saniyədir. İndi deyilir ki, avtomobilin sürətinin zamanın asılı qrafikini çəkək. Çəkək də. Deməli, başlanan sürət 30 idi. 30-dan başlamalıdır. Bərabər yavaşlayan hərəkətsə də V bərabərdir V0 çıxaq AT-dən deyilir ki, bu xətt asıllıqdır. 6 saniyə sonra cismin sürəti 0-a bərabər olur. Baxın, belə bir düz xətt 30-dan başlayır və 6-ya qədər düşür. Doğru cavab da bu qrafikdə bu şəkildə olar. Beləliklə biz birinci testin 30 sualına tamamilə baxıb qurtarmış olduq. Ümid edirəm ki, hər hansı bir səhvə yol vermədik. Əgər hər hansı bir səhvlə qarşılaşarsınızsa və yaxud hər hansı bir sualınız olarsa, videonun şərh bölməsində qeyd edə bilərsiniz. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.